anasıdır bu karası. Bundan başka adi ayanalar anası. Nice ana olanlar, bundan başka nice aşık olanlar. Harika olanlar. Arif Bey. Solmaz hanım. Arif Bey. Bundan güzel aşık olan. Arif Bey. Bəli. Buyurun. Solmaz xanım illərin sənətkarıdır. İllərində, yəni Solmaz xanım kimi görür. Aşıq İmranı görüb, Aşıq Əkbəri görüb, Şakir görüb, Pənah görüb, Mikail Adaxlını görüb, Cəbri Mədalət Nəsibovu görüb, Aşıq İsfəriyə, bütün ustaqları görüb. Necə olmalı aşıqam? Bir dənə çatmırdı, o bir ayağında çatmırdı. Qardaşım, sadəcə olaraq mən bu ifaları etsəm, mənim toyum az olacaq, ehtirlərə çox çağırmayacaqlar məni. Mən bilirəm da, mən zamanənin dərdini tuturam, ona görə o mahnıları... Bana Tağayev dedi ki, mən bəstəkar mahnıları oxusam, mən ac qalaram dedi. Çünki Elnarə xanım Abdullayeva dedi ki, mən illərlə deyir, muğam oxudum, hə, sevinirdim hər şey, amma mənim toylarım yox idi. Bir dənə ay ömrüm, oxudum deyir, bütün gün toylar. Deməli, bu kişi də deyir ki, bu kişini göstərir, ne bu kişini? Fərhad oğlum, deyir ki, məndə 3 dənə də onlar, məndə 3 dənə saz var, birinci səni göstərir. Bunlar da var məndə, deməli, məndə hər şey var. Deməli, mən bəzi aparıcılar kimiyim, sonradan gəlsən, hər şeyi özümlə getirəm. Əslində Solmaz xanım mənə göstərdi ki, onu belə yox, bir qabağa qoymaq lazımdır. Namim, sən deyirsən ki, sən belə yaxalılar oxusun, yəni istədiyin həyatı yaşamayacaqsın. Mən sənə bir şey deyim, mən toya gedirəm, Bakının toyu. Bakıların toya gedirəm, orada mən heyk edirəm, orada mən heyk edirəm, gedək biz Xızıdağlar, yəni Nəcibə, qız, Namıqa, bu mahalları ifa edirəm, qardaş, bu mahalları mən ifa etsəm, məni hara aparırlar? Uzaq başı toyuza apararlar, Gədə bəyə, Akışdafa, o zona apararlar. O zonada da, orada da aşığı var ki,